Hicama proseduru bütün bədənə də eləyirik. Tək üz, kürək deyil, ayaq da var burada, əl də var burada, hər bir prosedur. Yəni hicama özü nədir? Hicama özü bizdə damarlar, qalın damarlar təmizləyir, özünü atır nazik damara. Nazik damar təmizləyir, özünü atır kapilyarlara. Kapilyarlar təmizləyib ata bilmədiyinə görə yığılır, dəri altı toksinləşir. Biz oradan çıxartdığımız qan deyil. Bəzilər deyir ki, mənim qanım azdır, mən bu prosedura gedə bilmərəm. Açığa mən elə fikirləşirdim. Qan axma yarana bilər. Bunun qana adiyyatı yoxdur. Buradan çıxan qan deyil. Buradan çıxan sizdə, bədəninizdə yığılan toksinlərdir ki, halbuki o toksinlər sizin əzələnizi gərginləşdirir. Protruzya, qrıja yaranır. Çox Və şeylər. bunlar vaxtında, yəni sinir də ondan yaranır. Osteoxondroz. Yəni hicama bütün xəstəliklərin müalicəsidir.